Salam əziz şagirdlər, hər birinizi bir daha xoş gördük. Bugünkü mövzumuz sözün tərkibi morfemikadır. Bildiyimiz kimi sözün tərkibi kök və keçicidən ibarət olur. Kök və keçici. Kök və keçicini hər biri ayrı-ayrılıqla morfem adlanır. Morfemləri, yəni kök və keçicini öyrənən bölmə hissəsi dilində morfemika adlanır. Kök ayrı-ayrı işlənə bilən, müstəqil leksik və qrammatik mənaya malik olan hissəsidir. Şəkilti isə leksik mənası olmur, yalnız onun qrammatik mənası olur. Sözün kökünü bu işarədən istifadə etməklə göstərirlər. Leksik şəkilçilərin işarəsi isə bu, qrammatik şəkilçilərin işarəsi isə bu formadadır. Leksik və qrammatik şəkilçilərin bir-birindən fərqi var. Leksik şəkilçilər sözə qoşularaq yeni məna çalara əmələ gətirir. Yəni onun leksik mənasını dəyişir. Amma qrammatik şəkilçi bunu bacarmır. Qrammatik şəkilçinin vəzifəsi sözlər arasında əlaqə yaratmaqdır. Bu nə deməkdir? Məsələn, götürək balıqçı sözün. Balıqçı. Burada sözün kökü ilə şəkilçi arasında məna yaxınlığı olmalıdır. Sözün kökün bal götürmək olmaz. Çünki balla balıq arasında heç bir məna yaxınlığı yoxdur. Ona görə sözün kökünün balıq götürürük. Balıq suda yaşayan bir canlıdır. Balıqçı isə onları ovlayan şəxsdir. Deməli, hər hansı bir heyvandan insana çevrildi. Məna dəyişdirsə, oldu leksik şəkilçi. Qrammatik şəkilçi isə sözlər arasında əlaqə yaradır. Yəni, həmin sözün formasını dəyişir, mənasını dəyişmir. Balıqçı insandır, balıqçılar yenə də insan olaraq qaldı. Deməli, larilər qrammatik şəkilçi olaraq qalacaq. Bundan əlavə sözün başlanğıc forması var. Sözün başlanğıc forması isə qrammatik şəkilçiyə qədər olan hissə adlanır. Qrammatik şəkilçilər daima leksik şəkilçilərdən sonra gəlir. Amma bu qaydaya pozan bir neçə şəkilçilərimiz var. Baxaq, həmin sözlərə baxaq. Gil, dakı, ki, sız. Şəkilçiləri qrammatik şəkilçidən sonra da gələ bilir. Məsələn, yazıram bura əmimgil. Bu sözü təhlil edək. Əmi sözün kökü. Kiminləmsə də mənim əmim. Yəni, məna dəyişmədi. Yəni, həmin insan olaraq qalır. Məna dəyişmədiyi üçün oldu qrammatik. Əmimgil artıq onun ailəsi nəzərdə tutulduğu üçün məna dəyişdi və oldu leksik şəkilçi. Deməli, bu prinsipi pozdu. Qrammatik şəkilçidən sonra leksik şəkilçi gələ bilər. Bu şəkilçilər istisnadır. Dakı, evimizdəki. Evimizdəki. Sözün kökü ev. Kimin evidir? Bizim evimiz. Yenə məna dəyişmədi. Olaraq qaldı. Qrammatik. Evimizdəki hər hansı bir əşya, insan fərq eləməz. Artıq məna dəyişdi. Məna dəyişdirsə olur leksik şəkilçi. Bizimki. Sözün kökü biz. Bizim, yəni heç bir məna dəyişmədi. Yenə bizim olaraq qalır qrammatik. Bizimki artıq əşya, kitab, dəftər, qələm nəsə nəzərdə tutulur. Məna dəyişdi. Atamsız. Deyirsən ki, atamsız heç yerə etmirəm. Sözün kökü ata. Mənim atam, atamsız oldu leksik şəkilçi. Yəni atamsız heç yerə etmirəm. Ata, nitq hissəsinə görə kim? İsim atamsız necə oldu? Sifət. Nitq hissəsi dəyişdirsə olur leksik şəkilçi. Bunların başlanğıc forması dediyimiz kimi leksik qrammatik şəkilçiyə qədər olan hissə ötürülür. Amma bu leksik şəkilçi olduğu üçün başlanğıc forma bütöv götürüləcək. Bizimki atamsız. Onu da deyim ki, bütün qrammatik şəkilçilər milli şəkilçilərdir. Qrammatik şəkilçilər əsasən isimlərə məxsus cəm, hal, mənsubiyyət, xəbərlik şəkilçiləri, feillərə məxsus zaman, şəxs, xəbərlik şəkillərinin şəkilçiləri aiddir. Bunlar hamısı milli şəkilçilərimizdir. Leksik şəkilçilərin isə bəziləri alınma, bəziləri isə milli mənşəlidir. Bir çox şagirdlərimiz ismə və ya feilə məxsus qrammatik şəkilçiləri tanımaya bilər. Bunu bilməyin ən asan yolu da həmin sözə sual verməkdir. Sualla birgə şəkilçi işlənirsə, deməli həmin şəkilçi qrammatik şəkilçidir. Baxaq, ev. Sual verək, hara? Ev, hara? Evdə. Sualına fikir verin.
Hara da. Harada. Artıq bu zaman dadə şəkilçidə iştirak edirsə, deməli bu şəkilçi nədir? Qrammatik şəkilçidir. Bu formada da rahat formada yazıda saxlaya bilərsiniz. Digər bir sözə baxaq. Kitab. Nə? Kitaba. Nəyə? Baxaq. Artıq burada sualda AL şəkilçisi iştirak etdi. Deməli bu şəkilçi nədir? Qrammatik şəkilçi. Bunu bu formada rahatca yadda saxlaya bilərsiniz. Şəkilçilərdə diqqət yetirməli olduğumuz bəzi məqamlar da var. Bunlardan biri də onların homonimliyi, sinonimliyi və antonimliyi. Buna leksikologiya bölməsində də izah vermişdim, amma yenidən təkrar etməyin ziyanı yoxdur. Dır şəkilçisi homonim şəkilçidir. Bəzi məqamlarda leksik, bəzi məqamlarda isə qrammatikdir. Məsələn, yazdırmışdır. Yazdırmışdır. Sözün gəlin təhlil edir. Sözün kökü yaz feilidir. Feillərdə şəkilçinin leksik və qrammatik olmağını tapmağın ən asan yolu magma şəkilçisini artırmaqdır. Qeyd edim ki, bütün lüğətlərdə feillər məsdər formasında, yəni magma ilə verilir. Məsələn, yazmaq. İlk əvvəl sözü təyin edirik ki, o feildir, yoxsa yox. Yaz, nə et? Yaz. Bildik ki, bu feildir. Daha sonra ona həmin şəkilçilərə bir mag şəkilçisini artıraq. Demək olsa, olacaq leksik. Olmasa, olacaq qrammatik. Amma istisna var. İnşa şəkilçisi mamə deyilsə də, magla deyilsə də, amma o qrammatik şəkilçidir. Yazmaq, yazdırmaq demək oldu. Yazdırmışmaq demək olur, xeyr. Deməli, qrammatikdir. Qrammatik şəkilçidən sonra da leksik şəkilçisi gəlmir. Qrammatik gəlir, istisna, cildəki kilsiz, onlar istisnadır. Yazdırmışdırmaq demək olmadığı üçün bu da oldu qrammatik. Göründüyü kimi, birinci şəkilçisi leksik, ikinci şəkilçisi isə qrammatikdir. Birincisi, feilin icbar növ şəkilçisidir, leksikdir, xəbəri şəkilçisidir. Bu, homonim şəkilçisi adlanır. Bundan əlavə şəkilçilərin sinonimliyi də var. Məsələn, basəfa, səfalı. Sözün kökü səfa. Ba isə ön şəkilçisi oldu leksik. Səfa sözün kökü, l isə leksik şəkilçi. Bu ba ilə l deməli sinonim şəkilçidir. Amma bu sözlər özü sinonim deyil. Çünki kökləri eyni olduğu üçün sinonim sayılmayacaq. Bunu qarışdırmayın. Digər bir şəkilçimiz isə antonim şəkilçilərdir. Məsələn, bivəfa, vəfa, vəfasız. Vəfasız. Təhlil edək. Sözün kökü vəfa, ön şəkilçisi oldu leksik. Sözün kökü vəfasız, ön şəkilçisi leksik. Bunlar isə antonim şəkilçi adlanır. Sözlərin kökləri eyni olduğu üçün isə antonim və yaxud sinonim sayılmayacaq. Bunu qarışdırmayın. Bir cür yazılan şəkilçilər əsasən alınma şəkilçilərdir. Onlar ərəb fars dilindən alınma sözlərdir. Onların hər biri ərəb fars dilində müstəqil leksik mənaya malik olub, bizim dildə şəkilçiləşmiş formada keçir. Məsələn, kar, keş, paz, pərvər və s. şəkilçilər hər biri bir cür yazılır və sözün sonuna artırılır. Bunlar isə alınma şəkilçilərdir. Bundan əlavə sözün əvvəlinə artırılan na, bi, la, a, anti və s. şəkilçilərimiz də var. Bunlar isə sözün əvvəlini artırır və hər biri leksik şəkilçidir. Alınma şəkilçilərdən yanaşı milli mənşəli bir cür yazılan şəkilçilərimiz də var. Bunlar gil, daş, sal, sov, lag. Bunların hər biri bir cür yazılan şəkilçilər idi. İndi iki cür yazılan şəkilçilər də var ki, onların tərkibində artıq sahiblərdən ibarət olur. Tərkibində AL sahibi olanlar iki cür yazılacaq. Məsələn, lar, lər şəkilçisi, dan, dən şəkilçisi və s.
4 cür yazılan keçilçilər. 4 cür yazılan keçilçilərin tərkibində qapalı sahiblər, yəni I, I, U, Ü iştirak edir. Baxaq. I üstü 4. I, I, U, Ü. Ir, ir, ur, ür. Bəzi keçilçilərimiz də var ki, onlar iki hecalıdır. Yəni tərkibində həm açıq sahib, həm qapalı sahib iştirak edir. Bəs bunu necə adlandıracaq? Məsələn, dakı, dəki. Burada sözün ilk hecasındakı sahibə fikir verəcək. Əgər bu açıq sahibdirsə, deməli 2 cür deyəcək. Qapalı sahib olsa isə 4 cür yazılacaq. Inca, inca. Burada ilk sahib qapalı sahib olduğu üçün deməli bu 4 cür yazılacaq. İnca, incə, unca, üncə. Sözün tərkibində iştirak edən digər bir samitlərin isə bitişdirici samitlərdir. Bitişdirici samitlər N, Y, S-dan ibarətdir. Bunlar nə zaman iştirak edir? Sözün sonu sahiblə bitirsə, ondan sahiblə başlanan keçilçi artırdıqda iki sahibin birləşməsi çətinlik olduğu üçün bir bitişdirici samit əlavə edilir. Məsələn, qapı yazaq. Qapı. Buna təsirli kar şəklini artırmaq istəyirik. Qapı, I deyə bilmərik. Ona görə bitişdirici N-dan istifadə edəcək. Qapını bağla. Su sözü. A-ə artırmaq, yönlü kar şəklini artırmaq istəyirik. Nə edəcək? Bitişdirici samitdən istifadə olunacaq. Su, ya. Bacı sözü. Bacı, I deyə bilmirik. Ona görə S, mənsubiyyət çəkisisinə bitişdirici S-dan istifadə edəcək. Bildiyimiz kimi dilimiz istisnasız mümkün deyil. Elə sözlər də var ki, onlar sahiblə yox, samitlə başlanan keçilçi artırır. Məsələn, bu dadə. Hal şəkilini artırmaq istəyən. Bu zaman yenə bitişdirici samitdən istifadə olunacaq. Bun, da. O, siz, siz, su şəkilini artırır. Bitişdirici yenə samitdən istifadə edəcək. Bunlar da istisna hal kimi qiymətləndirilir.